Sən qəbiz olmusan, bağırsaq tıxanıb, işləmir. Gedib sanitar qovşaqda gücənməklə dör. Yəni bağırsaq stop eləyib də yavaş-yavaş şişirsən. Elə bir bu dəqiqə partlayasın. Nə gözləyirsən? Partlamağı gözləyirsən. O şamlardır, gücənməkdir. Bir dəfəlik tabletkalardır. Bunlar qəbizliyə çıxış yolu deyil. Bağırsağını boşu-boşuna öyrəşdirmə, yazıqsan. Müalicə ilə sənin də canın qutarsın, bağırsaqların da. Necə? Ekrandakı ürək qızart, mən sənə izah edeyim. Buradayım da, mənə müraciət elə. Yaxınlaşırsan aptekə Sigmanorum kapsulu alırsan. Sigmanorum kapsulu axşam atdın, bağırsaqları yumşaldır, səhər rahat işi görürsən. Və tədricən istifadə etdikcə qəbizlik problemlərin aradan qaldırır, qəbizlikdən tamamilə səni azad edir. Yəni bir müddətdən sonra Sigmanoruma ehtiyac qalmır. Artıq rahat öz işi görürsən. Ölkənin bütün apteklərində də var. Yəni demək istədiyim odur ki, asıllıq yaratmır. Olmasa, tapa bilməsə, əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Yəni bunu zakas verib gətirmək çətin bir iş deyil. Mütləq istifadə edin, valla mənə minnətdar qalasınız. Bu cür faydalı videoların davamı üçün profilin üzərinə üstə gələ işarəsi qoymuşam. Ona bir dənə tıkla ki, sağlamlığının qeydinə qalan əczaçın, balaoğlan da hər mövzuda, hər zaman sağlam qalasın.